Bu hədis ki var, Cəbrail əleyhissalamın duası, kim Ramazan ayına girə və bağışlanmadan o aydan çıxarsa, onun burnu yerinə sürülsün və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, amin. Bu hədis müjdə hədisidir, yoxsa təhdid hədisi. Həm müjdə, həm də təhdid. Baxır kimdir. Yəni, bu o hədislərdəndir ki, həm özündə müjdəni ehtiva edir. Çünki burada müjdə var, vaad var. O da nədir? Ramazan, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm demək istəyir ki, Ramazan ayı elə bir aydır ki, yəni sanki alimlər deyirlər, elə bil Allah Azza və Cəllənin mömin qulları üzərində hüccətidir. Yəni Ramazan ayı ilə Allah Azza və Cəllə sənə artıq hüccətini qaldırıb. Sən bu ayda halal olanı tərk edirsən, başqa aylarda sən hansısa haramı tərk edə bilmədim deyib, bu bəhanə ilə Allah Azza və Cəllənin önünə çıxa bilməyəcəksən. Ona görə Ramazan elə bir hüccətdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm o hədisdə buyurur ki, Cəbrail dedi ki, o kəs ki Ramazan ayına girə və bağışlanmadan çıxa, onun burnu yerinə sürülsün. Yəni onun üçün heç bir üzr yoxdur. Çünki Ramazan ayında gündüzü ilə, gecəsi ilə, yəni qulun məğfirəti, Allah Azza və Cəllənin rəhmətinə, bərəkətinə nail olması üçün hər bir fürsət var. Hətta Yahya ibn Muaz rahmehullah bu barədə biz geniş dərs götürmüşdük. Ondan soruşanda ki, bu qəlb xəstəliklərinin dərmanı nədir? Yahya ibn Muaz rahmehullah deyir ki, 5 şeydən birisidir. Yəni bu 5 şeydən birindən adam tutunsa, artıq qəlbini islah edib. 5-i bir yerdə olsa necə? Bu da önəmlidir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İzə salaha salahal cəsədu kullu və izə fəsədət fəsədəl cəsədu kullu. Əgər o salamat olsa, bütün insanın əməlləri salamat olacaq. O fəsadı uğrayanda, insan fəsadı uğrayacaq. İnsanın fəlahı da, insanın rahatlığı, insanın sıxıntısı, hər şey qəlbdən asılır. Ona görə Uca Allah buyurur ki, وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِشَّةً ضَنْكًا. Kim mənim zikrimdən üst çevirsə, ona sıxıcı bir həyat göstərir. Bax, insan milyonları var, başını itirir. Rahat nəfəs ala bilmir. Niyə? Bəs qazandığın səni, hələm axirət rahatlığını demirəm. Bu dünyada rahatlığa çıxara bilmir. Amma insan var, gündəlik çörəyini gücbalana tapır, evinə girəndə elə bilsən ki, cənnət bağçalarından bir bağçadasan. Rahatlıq, qəlb rahatlığı. Bunu sənə dünya malı vermir. Bunu sənə verən nədir? Zikrullah. Ələ bi zikrilləhi tatmainnul qulub. Bilin, agah olun ki, Allahın zikri ilə qəlblər rahatlıq tapır. Və Yahya ibn Muaz rahmehullah deyir ki, o qəlb xəstəliklərinin 5 dərmanı var. Kimdə o şeylərin biri ola, yəni kim o 5 şeydən birinə müvəffəq olsa, o artıq uğur qazanır. Nələrdir? Deyir ki, qiraətul Quran bittədəbbur. Tədəbbür ilə Quran qirayəti, yəni insanın Qurana bağlı olması. İkincisi, xalaul batni bis-siyam. Yəni insanın öz içini orucla boş saxlaması. Qiyamul leyl, gecə namazları, at-tadarru ində-səhər, səhər vaxtı, yəni fəcr namazından qabaq vaxtı dua, istiğfarla keçirmək, bir də mücalisatu salihin, yəni salih insanlardan oturub durmaq, eləmi? Deməli, Allah bu 5 şeydən birinə müvəffəq eləsə insan artıq uğurdadır. Fikir verin, bu 5 şeyin biri yox, 5-i də Ramazanda var. 5-i də. Qiraatul Quran, 11 ayı bəlkə də musafdan uzaq düşən Ramazan ayına gələndə, ən pis halda deyirəm də, musafı götürür əlinə. Quran. Şəhr Ramazan əlləzi unzilə fihil Quran. Aydındır, yəni 2 nəfər bu məsələdən bahsi etməz. Oruc aydır. Qiyamul leyl aydındır. Ət-tədarru ində-səhər. Subhanallah. Yahya ibn Muaz rahimehullahın ona sələflərin sufisi deyirdilər. Fəhminə bax. Qiyamul leyl ilə ət-tədarru ində-səhər. Bunu ayırır. Deyir ki, hərəsi özlüyündə bir dərmandır. Qiyamul leyli ayırır gecə namazını, bir də o sahur vaxtı var, sahur vaxtı. Bu tək Ramazana aid deyil. Bu səhər, bizim dildə səhər deyəndə aydındır. Bu gecə, gündüz, axşam, səhər, amma ərəb dilində hər saatın, hətta hər yarım saatın öz adı var. Günəş çıxdı, işraq, biraz keçdi, duha. Belə hər saatın öz vaxtı var. Bu gecənin son qismi, sübh namazı girməmişdən qabaq olan vaxtı ərəblər deyirlər səhər. Cəmi əshar. Bizim dildə sahur, çünki o vaxtı yemək yediyimizə görə həmin vaxtda yiyilən yeməyə də sahur yeməyi deyilir. Hətta bu belə Ramazanda var.
Yəni, məsələn, başqa günlərdə ola bilsin, insan səhər vaxtı durmur, ya sübdə durur, hə? Ola bilər. Amma Ramazanda bu da var. Və Yəhya bin Muaz rahimehullah bunları ayırır. Çünki Allah azza və cəllə Quranda ayırır. Kanu qalilan minəl-leyli ma yəhcəun. Onlar ki, gecənin çox hissəsini ibadətlə keçirərlər, hə? Və bil əsharihum yəstəğfirun. Və səhər vaxtı da Allahdan bağışlanma diləyərlər. Allah azza və cəllə ayədə gecə namazı ilə o fəcrdən qabaq istiğfar bir-birindən ayırdı. Və Yahya rahmehullah da ayırır və deyir, hərəsi özlüyündə qəlbin dərmanıdır. Və hər ikisi də Ramazanda var. Və sonra 5-incisi nədir? Mücələsətus salihin, salihlərlə oturub durmaq. İnsan Ramazanda olduğu qədər cəmaatın olmur. İftar süfrələrindən tut, cəmaat namazlarından tut. Hətta o kəs ki, məscidlərdən, cəmaatdan ən uzaq olan adam Ramazanda istər-istəməz cəmaatın içərisinə girir. Hamısı Ramazanda var. Ona görə o adam Ramazana girə və istifadə etməyə, öz günahlarını, o ağac yarpağını tökən kimi özlərindən tökməyib bu aydan çıxa, həqiqətən də o adamın burnu yerinə sürülsün. Dua edirəm ki, Allah azza və cəllə bizi bu ayın bərəkətindən məhrum etməsin. Barakallahu fikum.